Azərişıq Açıq Səhmdar Cəmiyyəti paytaxt və regionlarda elektrik təsərrüfatının yenilənməsi, eləcə də əsaslı təmir işlərini davam etdirir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidən qurma işləri Naxçıvanı da əhatə edib. Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən rayonlarda bir sıra kənd və qəsəbələrdə 0,4 və 10 kilovatlıq elektrik şəbəkəsi yenidən qurulur. Yeni metal dayaqlar əkilir. Özünü daşıyan izolyasiyalı naqillər çəkilir. Abonentləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədi ilə yaşayış məntəqələrində 10,4 kilovatlıq müasir transformator məntəqələri quraşdırılır. Naxçıvan şəhərində 110-35-10 kilovatlıq Köroğlu yarımstansiyasının, Naxçıvanın inzibati binasının tikintisinə start verilib. Həmçinin şəhər ərazisində abonentlər smart tipli sayğaclarla təchiz olunur. Babək rayonunda 35-10 kilovatlıq Nəzərabad yarımstansiyasının inşası davam etdirilir. Yenidən qurma işləri Sədərəy rayonunun Sədərəy və Qaraağac kəndlərini, Heydərabad qəsəbəsini, Şərurun Axaməd və Culfanın Əbrəqünuz kəndlərini əhatə edir. Qeyd edək ki, Azərişıq Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi əsaslı təmir və yenidən qurma işləri əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerji itkilərinin minimuma endirilməsinə hədəflənib.